İzləyicilər, bir daha axşamınız xeyir olsun deyirəm. Deməli, indi bir yarım saat bundan qabaq yanan ev dedik, Xatirə xanımın evində, kompozun işçisində. Vallahi gözlənilməyən məbləğ yığıldı. Biz 200 manat deyirdik yığaq. Çünki canlımız az olmasına baxmayaraq bərəkəti güclüdür. 325 manat pul yığılıb. Min şükür Allah. Dəstək olanların hamısına çox sağ ol deyirəm. 3 gün, 4 gün o evdə iş olmayacaq. Kraska emulsiyanın qurumasını gözləyirlər. Ona zaten biz yığaq. Ustanın, materialların pulunu verək, sonra keçək pəncərə, bir də qapı. 2 qapı şəhidimizin atası Elşən əmi, Rövşən Eynullayevin atası. Qarşısında baş əyirik, o verib, Allah canını sağ eləsin, Allah ruzusunə bərəkət versin, Allah ona nəvə qismət eləsin, biz də gələk onun qonaqlığını yiyək. Allah olmayanlara da qismət eləsin, Rafət əmiyə də nəvə qismət eləsin. Bəli, uşaq olmayanlara da qismət eləsin. O da burada oturublar 2 gənc ailə, onlara da qismət eləsin. Allah bütün övlad olmayanlara övlad qismət eləsin. Xəstələrimizə şəfa versin. Zakir dayı başda olmaqla. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, veteranlarımıza can sağlığı. Hal-hazırda şəhid evində olduğuna görə canlını orada saxladıq. Bax, hansı şəhidin evindəyik ki, otağına girib çəkib sizə göstərir. Dəyərli izləyicilər, bax hal-hazırda qəhrəman şəhidimiz, vətən uğrunda canından keçən, tək vətən sağ olsun deyən kəşfiyyatçı Rövşən Eynullayevin ocağına gəldik. Çünki yarım saat bundan öncə şəhidimizi evinə gəlməmişdən öncə Xatirə xanımın evindəydik. Yəni pul yığılırdı. Biz vallahi haqqın yanındayıq. Əgər bu gün haqq üçün, vətən üçün canından keçən qəhrəmanlarımızın ocağını ziyarət ediriksə, ürəklə, yəni Allaha xatir biz də bu gün xəstələrin, imkansızların da yanında haqq deyərək yanında oluruq. 1 manatın yemədən. Xəstənin pulunu yığıb xəstəyə ailəsinə təhvil veririk, imkansızın pulunu imkansızın və bu gün də evi yanan Xatirə xanımın da yığılan pullar qəpi ilə, manatına kimi material alınır, evinə xərclənir. Yəni biz heç vaxt, çünki biz haqqın yanında ona görürük ki, haqq yolunda canından keçən qəhrəman şəhidlərimizin ocağını ziyarət edilir. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, veteranlarımıza can sağlığı versin. Allah bütün şəhid ailələrinə, şəhid anasına, şəhid atasına səbir, can sağlığı və ocaqlarında toy olsun, biz də gedək iştirak edək. Şəhid valideynləri qarşısında baş əyirəm. Şəhidimiz Elşən oğlu Rövşən Eynullayev canından keçdi, tək vətən sağ olsun deyilsin. Bax, 5 dost, 5 qardaş, 5-i də şəhid oldular. Bax, bu gün o şəhidlərin hesabına rahatıq, sərbəstlik, azadıq. Bu gün üzümüz gülürsə, deyib gülürüksə, toylara, xeyir işlərə gediriksə, gənclərimiz təhsil alırsa, ana bacılarımız rahat evdə, eşikdə oturursa, bax, arxada gördük cansız şəkildə olan, özləri torpaq altında olub, torpağı azad edən qəhrəmanlara borcluyuq. Gəlin, hegemonluq etməyin. Gəlin, vəsvəsindən asılı olmayaraq hər bir insan şəhid ailəsini ziyarət etməlidir, şəhidinin məzarının önündə olmalıdır və bu gün də deyib gülməyimiz onlara borcludur. Bu gün vəsvəsindən asılı olmayaraq, hansı bir vəsvədə oturan bəzi yaxşılarından İraq, o pisləri var, hegemonluq eləyib, şəhid, qazi, veteran bilmədən ancaq pul qazanmağı fikirləşirək, onların bırnından gəlsin. Bu gün kişi kimi, kişi olaq. Necə şəhidlərimiz kişi kimi kişi olub torpaq azad etdilər, bizlərə ərmağan etdilər, üçrəyli bayrağımızı dalğalandırdılar. Ona görə də gəlin çalışalım şəhidləri yaddan çıxartmayalım. Vətən uğrunda canından keçən qəhrəman şəhidlərin ruhu qarşısında baş əyirik, qazilərimizə şəfa, veteranlarımıza can sağlığı, isti-soyuq bilməyən səngərdə üçrəyli bayraq altında şərəfsiz erməniləri torpağımıza buraxmayan, əldə silah bu gün də torpaqlarımızı qoruyub bizlər üçün saxlayan əsgərinə, zabitinə kimi qarşınızda baş əyirəm. Var olasınız.